Mən dedim, mən hazıram, bütün ibadətimi verim ömrümün, sənin o bir şükürvə. Bir zabiti ziyarət elədim. Mina təmizləyirlərmiş Ağdam tərəfdə. Sosial şəbəkədə də var idi o görüşümüz. Mənə çox təsir elədi. Yəni bu insan öz işinin peşəkarıdır. Əslində heç özü birbaşa məşğul olmaya da bilərdi. Özü o işə rəhbərlik edən adamdır, amma ürəyi yanıb özü minalardan təmizləyəndə yeri özü danışırdı necə olub. Deməli, minanı tapıb aşkar eləyib, oturub ki, onu təmizləsin, onu çıxartsın, zərərsizləşdirsin. Oturanda adam əlini yerə qoymaz. Əlini yerə qoyanda sən demə başqa bir minaymış. Əlini qoyduğu yerdə o partlayıb, gördüyü mina yox, o birisi. Partlayıb və qolu kəsilib, gözünü də itirib də ki, gözünü də itirib. Mənə aparmışdılar ki, ona muayizə eləyən, gördüm o mənə muayizə eləyir. O elə danışdı ki, mən xəcalət çəkdim valla. O dedi, mən Allaha şükür edirəm. Yəni, yaxında ailə quracaqdı, gənc, cavan oğlan, çox elə işinin də peşəkarı olan, işində uğur qazanmış bir adam, indi qolu da yoxdur, gözlərini də itirib, deyir, nə yaxşı ki, qulaqlarım var, eşidirəm. Elə şeylər danışırdı ki, o şükürün də oradan da yeri idi. Ora əsl şükür budur. Belə oturub indi şükür eləməyə nə var? Mən dedim, mən hazıram, bütün ibadətimi verim ömrümün, sənin o bir şükürvə. Həqiqətən də, nə bilim, insan hərdən heyrətlənir ki, belə adamlar hardan yaranır, hardan çıxır, necə olur bizim ətrafımızda var, biz bunları görmürük. İndi danışmaq asandır, o insanın ən çətin anıdır. O anda belə bir soyuqqanlı şəkildə danışırdı. Ailəsi də yanındaydı ki, mən Allaha həmd edirəm, çox-çox şükür edirəm və çox razıyam halımdan. Hətta bizi gördü, ağladı da, gördü, deyəndə heç görməmişdi bizi. Elə də görə də bilmirdi, elə səsimizi eşitdi, gözündən yaş gəldi. Mən çox təsirləndim, yəni, mən ona nə danışım gedim, o mənə danışdı. Mənə Allah dərs vermək üçün ora aparmışdı ki, məsələn, yəni mənə dərs vermək üçün. Mən həqiqətən də heyrətləndim o insanın halından. Özü də inanclı insandır, Allaha bağlı insandır. Mən bunu elə ona misal çəkirəm ki, kiçik bir ehtiyatsızlıq görürsən ki, belə bir faciəyə səbəb olur. Adam həyatda belə yaşayamağı özünə təlqin eləyə bilsə, özünə nəzarəti belə gücləndirə bilsə, bu ruhiyyədə olsa, onda yavaş-yavaş görərsən ki, səhv eləmir. Xoşbəxtlik, bədbəxtlik, bunlar fərqli yaşlardır. O qədər cismi sağlam adam var ki, bədbəxtdir, o qədər cismi nöqsanlı olan insan var ki, xoşbəxt. Allahın nəsə bir təqdiri var, Allah sevdiyindən, sevdiyilə.